Bəzən bir insanın taleyi bütün bir kəndin keçmişini və bugününü özündə birləşdirir. Faiq müəllim 40 illik iş təcrübəsinin çoxunu yurdundan kənarda qazansa da, indi yenidən doğma Horovlu kəndində müəllim olaraq çalışır. Onun qayıtdığı bu məktəbdə indi hər şey müasirdir, amma uşaqların həvəsi elə həmişəki kimidir. Kimi həkim olmaq istəyir, kimi isə polis. Əməkdaşımız həmin məktəbdə olub, həm müəllimlərin, həm də şagirdlərin təəssüratlarını öyrənib gəlin baxaq. Kəhrizləri ilə məşhur Horovludayıq. Bu dəfə kəhrizlərdən yox, artıq bir ayda doğma kəndlərinə, öz məktəblərinə qovuşan Horovlulardan danışacağıq. Yenicə istifadəyə verilən Horovlu kənd tam orta məktəbində indi həyat qaynayır. Yurtlarında yenidən məskən salan şagirdlər təhsilə böyük həvəslə başlayıblar. Kənd mənim üçün hər şeydir, varlığımdır. Doğulmuşam, üməkləmişəm, yerimişəm, böyümüşəm, təhsil almışam, yenidən bu kəndə qayıtmışam. Bundan böyük xoşbəxtlik ola bilməz. 1988-ci ildən hal-hazıradək pedaqoji fəaliyyətimi davam etdirirəm. Məktəbin qocaman pedaqoqlarından olan Faiq Quliyev ömrünün 40 ilə yaxınını bu şərəfli peşəyə həsr edib. 65 yaşlı müəllim üçün bura sadəcə iş yeri deyil. O, vaxtı ilə parta arxasında əyləşdiyi ilk hərfləri öyrəndiyi doğma məktəbinə uzun illər sonra ustad kimi qayıdıb. 93-cü illərdən məlum hadisələrdən sonra məcburi köçkün düşərək ilk öncə Beyləqan rayonun ərazisində, sonra isə Füzuli rayonun ərazisində və beləliklə daha sonra isə Hacıqabur rayonun ərazisində və oradan isə artıq bura. Yəni ötən ilin son aylarında doğma kəndimə qayıtmışam. Doğma torpağımızda yaşayaq. Burada çalışan müəllim heyətinin hər birinin amalı budur. Təhsilə öz töhfəsini vermək, yenidən qurulan Horovlunun elmi mühitini canlandırmaq. Buradakı təhsil alanlar ildə 7-8 nəfər təxminən Azərbaycan Dövlət Tibb Universitetinin məzunları olublar. Bir ildə 7-8 Tibb Universitetinin məzunu olub. İndi mən həmin ənənəni istəyirəm ki, inşa edim, davam etdirim. Yəni elə yenə də həkimlər yetişdirməyə çalışıram. Məktəbdə müəllimlərin və şagirdlərin arzularını reallaşdırmaq üçün hər cür şərait yaradılıb. Müxtəlif fənlər üçün ayrıca sinif otaqları, laboratoriyalar qurulub, müasir avadanlıqlarla təchiz olunub. Elə məktəblilər də bu isti mühitdən ağız dolusu danışırlar. Özüm birinci qrupa hazırlaşıram. Ən çox sevdiyim fənlər Azərbaycan dili, kimyadır, fizikada var. Kəndimiz çox yaxşıdır, qəşəkdir, müəllimlərimiz yaxşıdır. Özüm polis akademiyasına hazırlaşıram, 3-cü qrupam. Öz kəndimizə yaxşı töhfələrdən vermək istəyirəm. Kimi şəfalı əlləri ilə yurduna xidmət etmək istəyir, kimi asayişin keşiyində durmaq. Müəllimləri kimi şagirdlərin də əsas məqsədi Horovlunun gözəl gələcəyi uğrunda çalışmaqdır. Ləman Abbaslı, Səfər Nəzirov, İTV Xəbər, Cəbrayıl, Horovlu.